Xoş gördük. Hoş gördük Zəhra xanım. Necəsiz? Çox sağ olun. Siz necəsiz? Təşəkkür edirəm, əlayam. Bugün çox qəşəng mövzumuz var, həmişəki kimi. Bu dəfə amma izləyicilərdən gələn sualları cavablandırıq da, düzdür? Bəli. Keçən dəfəkinin ikinci hissəsi qeyd etdiyimiz kimi. Münasibətlər deyəndə Bəli. aləm dəyir bir-birindən. Hər kəsin yaralı yeridir. Bəli, heç vaxt bir insan özünü tapmaq üçün bu qədər çaba sərf etmir, amma başqasının dünyasını tapmaq üçün çaba sərf edir. Gəlin elə birinci buradan başlayaq yığışdırmağa bunu. Buradan başlayaq tərk etməyə. Özümüzü bilmədiyimiz halda başqasına yarınmaq üçün və başqasına özünü sevdirmək üçün başlayırsam onun dünyasını kəşf etmək istəməyə. Bu nədən alınır? Çünki bir insan keçən efirinin sonunda nə dedim? Xoşbəxtliyi kənarda axtarmağa alışıqdır. Bunu öyrədiblər ona. Və kənarda axtarmaq istədiyinə görə də birinci növbədə başqasının dünyasını kəşf etmək istəyib özünü kənara qoyur. Çünki belə necə gəlmişəm, elə də gedəcəm də düşüncəsində olaraq. Nə kimi suallarımız var? Kim necə suala cavab tapmaq istəyir? Sual veriblər ki, partnyorumla ünsiyyətimiz azalıb. Necə yenidən yaxınlaşa bilərəm? Acaba neçə illikdir, neçə aylıqdır? Gəl ümumi olaraq cavablandırım bunu. Əgər sənin münasibətində arada hər hansısa bir danışmamaq, dialoq yoxdursa, orada münasibət də yoxdur. Özünü aldatma. Nəyəsə görə yaşama. Əgər bir qadın münasibətinin ilk 2 ayına, 3 ayına əsasən münasibətini davam etdirirsə, bu aslı münasibətlərdir. Mənə elə deyildi, gül alırdı, aparırdı harasa gəzməyə, vaxtımız çox gözəl keçirdi. Artıq ilk 3 ayına görə növbəti aylarını və illərini qurban edir. Buna görə gözünüzü açın deyirəm. Əgər bir münasibət bir gündən bir danışılırsa, öz istəyəndə danışırsa, sənin üçün müsaitlik yoxdursa, yəni doluyam, işləyirəm, falan şey edirəm, aldatmayın özünüzü, sevmir, istəmir. Niyə o insanın həyatında hələ qalmaq məcburiyyətindəsiniz? Sadəcə baxın ki, həmin insan sənin həyatına niyə gəlib? Niyə o insanın həyatına çəkmirsən? Çünki sənsən çəkən. Enerjinin qaynağı sənsən. Maqnit kimi sən çəkirsən ətrafındakı insanları özünə. Bax gör bu münasibətə nə ehtiyac duyurdun? Niyə bunu həyatına çəkmirsən? Bir yerlərdə görəcəksən ki, azadlıq qorxun var. Azadlığının əlindən alınma qorxusu. Ərə gedərəm, münasibət yaşayaram və münasibətimdə qısıtlanaram, azadlığım əlimdən alınır və buna görə də artıq sən bu düşüncədəsənsə əgər, ətrafında çəkdiyin insanlar da, qarşına gələn insanlar da səninlə bir gündən bir maraqlanan, sadəcə elə belə takılan və danışan insanlar olacaq. Bunun kökünü araşdırmağın üçün ilk öncə sual ver. Mən bu duyğunu nə üçün yaşayıram? Hansı duyğunu yaşayıram? O insanın həmin o duyğunu yaşamaq mənə nə ifadə edir? Nəyi xatırladır mənə? Mən hansı duyğuya yaxınlaşıram və hansı duyğumu bastırıram əslində o insandan? Onu da biləcəksiniz. Bəs bunu öyrənəndən sonra necə qaydasını sala bilərik? Qaydasına sala bilərsiniz, zaten o insan həyatınızda olmayacaq onu biləndən sonra. Çünki bir insan sənin frekansın məsələn 360 Hz-dirsə, sən o tip insanları həyatına çəkirsən, yəni o frekansda olan insanları həyatına çəkirsən. Yox, əgər sənki 180-dırsa, 180 çəkəcəksən. 180-da əgər imtina edirsənsə və qalxırsansa 200-ə, artıq 180 ilə 200 tutuşmayacaq. Ona görə də sən 200-lük insanları həyatına çəkəcəksən. Yəni belə bir şey deyim də sizə, bir kürədir sanki, o kürənin ətrafında necə ki planetlər fırlanır, o ox üzərində. Sən o oxun hansının üzərindəsənsə, o oxun insanları səndən fırlanıb, hərlənib fırlanıb səndən rastlaşacaq. Birinci xəttdəsənsə, sən ikincini çəkə bilmərsən həyatına. Yəni ikinci aşağı düşə bilməz. Ya da sən yuxarı qalxa bilmərsən. Sən enerjini dəyişərək, onu tolerə edərək ikinciyə əgər qalxırsansa, o tip insanlarla da fırlananda rastlaşacaqsan. Yəni bu Lordidə ən asanı budur. Və sənin həyatına elə bir insan gəlibsə, özünü kəşf edəndən sonra, o duyğunu tapandan sonra, duyğunu bərpa edəndən sonra o avtomatik olaraq elə bir vəziyyət gələcək ki, o öz-özündən çıxıb gedəcək həyatından. Sən artıq bir level daha üstə çıxmış olacaqsan və o tip insanlarla rastlaşacaqsan. Həyatımızdakı hər bir insanın əksəriyyəti bizim əksik duyğumuzu tamamlamaq üçün gəlir.
və yaxud da tapmağımız üçün gəlir. Bəs frekansımızı necə qaldıra bilərik, yəni yüksəldə bilərik? Frekansımızı tapmağımız üçün birinci növbədə mənlik anlayışını hər zaman deyirəm, mənlik anlayışı olmalıdır. Nə istəyirsən? Münasibətdə istəmədiklərimizə fokuslandığımız üçün istədiklərimiz yaddan çıxır. Məsələn, mən üzülmək istəmirəm, mən sevilməmək istəmirəm, məni üzən insanlar çıxmasın həyatıma, mənə filan şey edənlər çıxmasın həyatıma. Artıq mən o düşüncədə olduğuma görə elə düşündüyüm insanları da həyatıma çəkirəm. Amma yox, sən əgər istədiklərinə fokuslansan, sən artıq bazara gedəndə hansısa meyvəni düşünürsənsə, marketə gedirsən, o marketə gedəndə hansı düşüncə ilə getmisənsə, onu alıb gəlməlisən. Məsələn, mövsüm meyvələrindən götürək, alça ilə düşünüb gedirsən, amma çiyələk alıb gəlirsən. Bu nə dərəcədə sən özünə qarşı sayğının, hörmətinin, güvəninin əlamətidir bu. Sən əgər nəyisə istəyirsənsə, o mağazada o yoxdursa da başqa mağazalardan bunu tapacaqsan və istədiyini əldə edəcəksən. Deməyəcəksən ki, məsələn, bir mövzunu qoyub o birisinə keçirəm. Bir insanlar olur ki, gedir məsələn, deyir ki, nə alım marketdən? Görür ki, istədiyi şey yoxdur, deyir heç olmaz, əvəz eləyir, filan şey alım. Bu əvəz etmə duyğusu bizim münasibətimizdə də belədir. Mən görürəm ki, məsələn, mən o insandan güvən istəyirəm, sevgi istəyirəm. Deyirəm, heç olmaz, yoxdur, əsas odur anlayışı var. Artıq o əsas istədiyimi hansı ilə əvəz elədim? Əvəz elədiyimlə də daha sonra mən uyğunlaşa bilməyəcəm. Çünki mənim həqiqi istədiyim o deyildi. Yəni mən şirin bir meyvə alıb ondan turşluq gözləyə bilmərəm. Əgər deyirəmsə ki, heç nə olmaz, qoy turşu alım. Axı mənim ürəyim, canım şirin bir şey istəyir. Niyə bunu mən turşudan əvəz edirəm və daha sonra artıq orada bir təzad yaranır və ondan sonra artıq bunu da qəbul etmirəm. Eynilə münasibətlərə də daxildir bu. Yəni sən nəyi istəmədiyinə deyil, nəyi istədiyinə fokuslanmalısan. Otur yaz. Necə bir insan həyatına gəlməlidir? Boyundan, görünüşündən, vəzifəsindən, həyat tərzindən, mənəvisindən, maddisindən hər bir şeyini. Manifest elə belə deyilmir. Yəni manifest bir insanın istəmədiyinə deyil, istədiyinə fokuslanmasıdır. Və sənin düşüncən hardadırsa, sən daha çox nəyi düşünürsənsə, zaten onu həyatına çəkirsən. Sən əgər düşünsən ki, sənin qarşına səmimi, hörmət edən, sənə qadın kimi qadınlığını hiss etdirən, güvən verən, sevildiyini hiss etdiyin, səni anladığını, ən əsası dinlədiyini bir insanla bir münasibət bilirsən nə qədər davam edir və nə qədər çox davam edir. Bunun sirri nədir? Danışmaq, ünsiyyət. Sən əgər o insanla ünsiyyət qura bilirsənsə, o belə bir ifadə var, bir-birinizin sözü bir-birinizin boğazından keçsin. Əgər bu varsa ortada, sən bir müddətdən sonra zaten yaşın üstünə yaş gəldikcə, uşaq olduqca bu sevgi daha sonra hörmətə, anlayışa gəldiyinə görə biz sevirik, atəşli oluruq, evlənirik, sönəndə də boşanırıq. Ona görə mən həmişə demişəm ki, sevgimizin ən pik həddində evlənməyin. Ən yanlış qərarı orada alırsınız. Sevirsiniz, gözünüz kör olur, gözünüz heç nəyi görmür. O ən böyük yanlış evliliklərdir. Bir anda başlayır, bir anda da bitir. Əgər sən onunla dərdini danışa bilirsənsə, bir-birinizə günün necə keçdi deyə bilirsənsə, haran ağrıyır, sənə necə kömək ola bilərəm, hansısa bir problemin var, bunu necə həll edə bilərik birlikdə və yaxud da ki, nə bilim, hansısa bir dava-dalaşımız olub, bunu necə həll edək? Mən getdim demək çox asandır. Mən bitirdim demək də çox asandır. Əgər bir insanı sən həyatında saxlamaq istəyirsənsə, onun 100 dənə bəhanəsini tapacaqsan. Eyni şəkildə həyatından getməsini istəyirsənsə, ona 100 dənə bəhanə verəcəksən ki, o səndən getsin. Yəni həyatımızdakı hər bir insanı biz kənarlaşdırırıq. Biz sağollaşırıq onlarla əslində. Sadəcə elə bir davranış sərgiləyir ki, o insan bizim həyatımızdan gedir, biz yox. Yəni bu da yersiz bir özgüvən verir də insana. Mən tərk etdim, tərk edilmədim. Növbəti sual deyim. Bəzi suallar oxşardır demək olar ki, burada. Deyir, yazıblar ki, partnyorumun məni anlamadığını hiss edirəm. Nə etməliyəm? Anlatma. Anlatma. Özündən vaz keçmə. Sən dəyərli. Anlamaq istəyən insan səni bir göz baxışından belə anlayar. Sakitliyindən belə anlamaq deyilən bir misal var. Bunu çox sevirəm mən. Hər zaman bunu ifadə edirəm. Bu belə bir duyğudur ki,
Bir insan səni necə dinləyər? Dinləmək istəyirsə dinləyər. Anlamaq istəyirsə anlayar. Amma sən özünü anlatmaq məcburiyyətində qalırsansa, bu sənin çabandır. Elə bil ki, maşının 4 dənə təkəri var, 3-ü sənindir, biri onundur. Yəni bir sözlə istəyən insan hər şey edər. Bəli, istəyən insan edər. Əgər bir dəfə anlatdın, anlamadısa, 2 dəfə, üçüncüdə özündən fədakarlıq etmə. Biz həyatda kiminsə karmasına girməkdən qorxuruq. Amma öz karmamıza özümüz girdiyimizin fərqində deyilik. Özümüz özümüzə karma yaratdığımızın fərqində deyilik. Mən əgər bir insanı üzməkdən, qırmaqdan qorxuramsa, ilk öncə özümü üzməkdən, qırmaqdan qorxmalıyam. Amma mən özümün karmasına o qədər girirəm ki, o qədər fədakarlıq edirəm, o qədər özümdən nələrsə verirəm, almıram ki və almağa da öyrəşməmişəm ki, kimsə mənə nəyisə verəndə mən ona 2 qat qaytarıram ki, ona görə də artıq mən bir müddətdən sonra artıq bu yorğunluq, depressiv vəziyyət, heç kiminlə münasibət saxlamaq istəməmək, kimisə tanımaqda artıq çətinlik çəkmək, əşi kimdir onu tanıyan, təzədən bir də başdan münasibətə başla. Bu fikirlər artıq hardan yaranır? İnsan danışır, 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 yanlış insanda çiçək açmaq istəyir. Doğru insanda çiçək açmaq əvəzinə yanlışında çiçək açır və elə orada da o bitir. O bitkinin kökü gəlir, ümumiyyətlə quruyur o kök. Və ondan sonra artıq doğru yerdə də, doğru torpaq da olsa, yenə də çiçək açmaq istəmir. Bu dəfə amma özü istəmir. Mən sadəcə burada çalışacağım sualları ünvanlandırım, çünki suallarımız biraz çoxdur. Əslində birinci sualınızda xəyanətə toxundunuz. Amma yenə də istəyirəm verim bu sualı. Yazıb ki, keçmişdəki xəyanəti unutmaqda çətinlik çəkirəm. Davam etməyə dəyərmi? Ya xəyanətə uğramısan, onu bağışlamısansa, onu tamamilə sil beynindən. Ömrü boyu o sənə əzab verəcəksə, bağışlama. Əgər sən xəyanətə uğramısan, 2 tip insan var da, ya ondan bir cavab alır, artıq dərsini alır və ondan sonra artıq yoldaşına sayğı duyur, onu üzmək istəmir, xəyanət etmir. Amma bir dəfə xəyanət edən insanlar ikinci dəfə mütləq xəyanət edir. Baxmaqla da olsa, danışmaqla da olsa, flörtlə də olsa edir. Mən deyərdim ki, bir qadının əgər xəyanətə uğrayırsa, onun ən böyük qadınlığı, ən böyük özgüvəni o insandan getməkdir. Gedərək cəzalandırmaqdır. Dərsini alar, almaz, özü bilər. İlahi ədalət biz amma neyinir? Tutub saxlayırıq onu ki, nə olursa olsun yanında olsun. Bunun da kökündə itirmək qorxusu durmurmu? Birdə mən gedərəm, həqiqətən itirərəm. Qan qustum, qızılcıq şərbəti içdim misalıdır bu. O insan sənin yanındadırsa və başqası ilə danışırsa, başqası ilə sənə xəyanət edirsə, necə özgüvənin var deyə bilərsən sən özünə? Nəyi itirmək istəmirsən o insanı? O insan deyil əslində mövzu. Ya ata evinə qayıtmaq istəmirsən, ya qayıdacaq insan yoxdur ətrafında, yəni arxanda. Ya o duyğunu biraz da qadınlarda fədakarlıq olduğuna görə illərimi verdim, indi gəlib hansısa bir insanla xəyanət edir, olmaz. Gələcək, axır əvvəl gələcək. Və yaxud da ki, belə bir ifadə var ki, heç olmaz 30-a qədər gəzir kişilər, 30-dan sonra evinə qayıdır. Nənələrimiz, babalarımızın dediyi bir misal var. Sən birinə dəyişdirilmisən. Sən birini duyğularına, birinin hisslərinə dəyişdirilmisən. Və bundan böyük nə cəza ola bilər bir insana? Və niyə xəyanətə uğramısan? Bunu sorğula özündə. Ki, mən uşaqlığımda nə yaşamışam? Məsələn, biz keçən efirlərdə demişik ki, əgər sənə xəyanətə uğramısansa, əgər sənə xəyanət ediblərsə, o zaman ya uşaqlığında bir travma var, yəni hansısa bir oyuncağın əlindən alınıb, kiməsə verilib, kiməsə o duyğu dəyişdirilib. Duyğunu tapmaq lazımdır. Hər bir şey, həyatımızda baş verən hər bir şey bizə o duyğumuzu yenidən xatırladır. Xəyanətə uğrasam ən pis nə olar? Xəyanətə uğrasam ən yaxşı nə olar? Bunu yazacaqsınız, başlayacaqsınız bir-bir özünüzə sual verməyə ki, bu xəyanət mənə nəyi öyrətdi? Mən indi əvvəlki mənlə, xəyanətdən əvvəlki mənlə, xəyanətdən sonraki mənin arasında nə kimi fərq var? Görəcəksiniz ki, düşüncələriniz dəyişib, özünüzə dönmüsünüz, özünüzü gelişdirirsiniz, özünüzü inkişaf etdirirsiniz.
və bu inkişaf etdirmək müsbət yöndədir. Özünüzü tapmaq istəyirsiniz, duyğularınızı tapmaq istəyirsiniz. Deməli o xəyanəti yaşamalıydınız ki, bunları tapa biləsiniz. Yoxsa indiyə qədər niyə araşdırmırdınız, amma indi özünüzü gelişdirirsiniz, belə deyək. Və əgər o xəyanətə uğrayan insan bağışlayıbsa və həqiqətən də bağışlamağa dəyərsə, tamam. Onu davam etdirə bilər. Amma mən ona heç bir qaranti verə bilmərəm ki, o ikinci dəfə bunu yaşamayacaq. Əgər bir insan öz duyğusunu tapandan sonra onu bərpa eləyirsə, yaşamayacaq. Yox, əgər bağışlayır, amma duyğusunu tapmırsa, dəfələrlə o duyğunu, həyat ona dərsi öyrətmək üçün dəfələrlə eyni şeyi ona yaşadacaq. Burada elə bir sualımızın da cavabını vermiş oldunuz. Yəni bunu təkrar cavablandırmanız məncə lazım deyil. Sual vermişlər ki, niyə hər münasibətdə eyni tərz problemlərlə qarşılaşıram? Yəqin ki, almaq üçün. anladıq. Bəli, dərs Nə almaq qədər üçün. ki, dərs almayacaqsan, bir o qədər eyni tip insanlar sənin ətrafında olacaq. Növbəti sualımızda isə qeyd ediblər ki, özümü tez itirirəm. Həddindən artıq verici oluram. Bu hardan qaynaqlana bilər? Çünki sən öyrədilmisən ki, sən verici olmasan sevilməyəcəksən. Sən fədakar olmasan sevilməyəcəksən. Yəni bir sözlə ətrafdan təsdiq gözləyir. Təsdiq görmək də daha doğrusu ola bilər. Amma uşaqlığında əgər görülməyən bir uşaq olursansa, daima nələrsə fəda etmək istəyirsən. Məsələn, evi yığışdırır, otağını yığışdırır, süfrə düzəldir, mamasına kömək eləyir. O qız və ya oğlan fərqi yoxdur. Fərqləndirilmək istəyir, görülmək istəyir. O qədər görülmür ki, avtomatik olaraq daha çox mən çox verərəmsə məni sevərlər deyir. Çox alaramsa sevərlər demir. Bu da ən böyük yanlışdır münasibətlərdə. Bir qadın almağı bacarmalıdır. Qadın almağı bacarmalıdır, kişi verməyi bacarmalıdır ki, o dəngə qorunsun. Sən nə qədər çox özündən fəda edəcəksənsə, bir o qədər özünün karmasına girəcəksən və avtomatik olaraq da yenə də fədakarlıq etdiyin halda sevilməyən insan sən olacaqsan. Qadınların əksəriyyət deyir ki, o qədər fədakarlıq elədim, o qədər ona dözdüm, pisinə, yaxşısına, ya getdi xəyanət elədi, ya da ki, qədrimi bilmədi. Sən kiminsə anası deyilsən də onu düzəldəsən. Bir ana oğlunu tərbiyə edə bilmirsə, onu düzgün şəkildə yetişdirə bilmirsə, sən onun həyatını neçə il yaşayırsansa yaşa, yenə də düzəldə bilməyəcəksən. Əl çəkin artıq bu kişiləri dəyişdirmək çabasından, düzəltmək, anasının vermədiyi sevgini vermək çabasından. Deyirək ki, bir yetimi 9 köy gəlsə də doydura bilməyəcək. Bu misal. Sən sadəcə özündən fəda edəcəksən və daha sonra görəcəksən ki, ona acıdığın halda acınan tərəf sənsən. Daha çox sənə başqaları da acıyacaq. Buradan da anlaya bilərik ki, heç kimə yazığımız Gəlməməlidir. Bəli. Dəngə olmalıdır. Bir digər sualımızda isə qeyd ediblər ki, əslində nə istədiyimi anlamıram, qərarsızam. Özümü necə tanıya bilərəm? Qərarsızlıq duyğusudurmu, yoxsa üzləşməkdən qorxudurmu bu? Buna birinci növbədə baxılmalıdır. Məsələn, mən deyirəm ki, bilmirəm. Bu olur ki, ya o mövzudan qaçmaq istəyirəm deyə bilmirəm deyirəm, ya da həqiqətən bilmirəm. Həqiqətən bilmirəm çox vaxt olmur. Duyğudan qaçdığımız üçün olur. Mən özümlə üzləşsəm nə olar? Özümlə üzləşsəm ən pis nə olar? Və yaxud da özümlə üzləşsəm ən yaxşı nə olar? Bunu dediyim anda hansı duyğudan qaçıram? İnsanlar mənə, ətrafdakı insanlar və özümə hansı duyğunu yaşatmışam? Əgər mən özümü tapsam, necə olar? Həyatım necə dəyişər? Həyatıma ümumiyyətlə təsir göstərərmi? Bu suallara cavab tapanda görə artıq o duyğunu tapacaq ki, mən hansı duyğudan qaçmış olurum. Təşəkkürlər Zəhra xanım. Amma son bir neçə sual var. Qruplaşdırmışdım sualları ki, yəni burada bir münasibət idi, bir özümüzlə olan münasibətimiz. Bir də ki, münasibətlərdə bəzən ailənin də təsiri olur. Elə həmin sual da onunla bağlıdır. Sual veriblər ki, ailəmin fikirləri münasibətimə çox təsir edir. Nə etməliyəm?
bizim ən yaralı yerimiz ananın uşağa təsir göstərməsi. Hər zaman demişəm, indi də elə o cümlə ilə başlayacağam. Bir kişi anasından boşanmayıbsa, onunla evlənməyin. Bir kişi öz qərarını verə bilmirsə, anasının müdaxiləsinə ehtiyac duyursa və o münasibəti sən bilmirsən yoldaşınla mı yaşayırsan, yoxsa qaynana ilə mi? Biraz problem ordadır. Və bizim əksəriyyət Azərbaycan ailələri bir bəyin yoldaşı olmur. Qaynananın yoldaşı olur. Qaynananı bütün günü görür evdə. Əgər onunla yaşayırsa, bütün gün onu görür, onun dediklərini oturur durur. Harasa getmək lazımdırsa, ondan icazə alır. Və avtomatik olaraq yoldaş nə edir? Gedir, işləyir, axşam evə gəlir. O nə yeyəcək, nə içəcək. Bəzən olur ki, qaynananın, gəlinin arasında qalır, yoldaşının arasında qalır. Və avtomatik olaraq bu da təbii ki, münasibətlərə təsir göstərir. Mən hər zaman demişəm, nə olursa olsun, qaynana ilə yaşadığınız ən böyük problemi belə yoldaşınız bilməməlidir. Bunu öz aranızda həll edin. Yoldaşınız bağça müdürü deyil. Gələn kimi şikayət eləyəsiz ki, filan kəs bunu elədi, filan kəs bunu elədi. Tamam, anası deyə bilər. Olar ki, siz demərsiniz, amma anası deyə bilər. Anası desin. Bu onun öz yanaşmasıdır. Amma siz deməyin. Münasibətlərin Bəs möhrü sözünüzü kəsirəm, üzr müsait. Bunu indi yəqin biraz evli xanımların dilindən demək istəyirəm. Ola bilsin düşünəcəklər ki, bəs mən deməsəm, anası təkcə desə, burada anamın artıq dolduruşuna gələcək kimi bir fikir yaranacaq burada. Ki, yəni mən deməliyəm ki, özümü ən azından müdafiə edim. Bu nə qədər doğru çıxacaq? Bu şikayətli olmamalıdır. Yəni şikayətlənməməlidir bir qadın. Anam bunu elədi, o bunu dedi, o elədi. Gəldi evə yoldaşım. Yeməyini yeyir, çayını içir, özünü yaxşı hiss eləməlidir. Gülər üzlə qarşılanmalıdır, hər nə olursa olsun. Gülər üzlə qarşılanmalıdır. Əgər bir problem yaşamısansa belə, bunu normal tərzdə, danışıq ifadəsi ilə şikayətlənərək yox da, mövzunu sadəcə yəni ki, kiminsə haqqında danışırsan kiməsə. Yəni necə ki, oturub söhbət edirik, adi söhbət, o şəkildə deyilməlidir ki, bu gün həyatım belə bir şey oldu. İstəmirəm səni də bundan yorum, zaten işdə də yorulmusan. Özümüz həll etməyə çalışdıq, sadəcə məlumatın olsun ki, bu cür mövzu olub. Bunun arasındakı fərqə bax. Bir də ki, anam mənə bunu dedi, bunu elədi, mənim günüm qaradır, sən mənə bunun üçün alıb gətirib evə qoymusan və s. və s. Avtomatik olaraq bəy gedəcək, yönələcək üçüncü şəxsə. Xəyanətlərin kökü də buradan başlayır. Və əgər izləyicilərimizin arasında bəy izləyicimiz varsa, böyüyün ondan sonra evlənin. 18-19 yaşında ananızı sevindirmək üçün evlənməyin. Uşaq sahibi olmaq üçün evlənməyin. Böyüyün, düşüncəniz böyüsün, fikriniz böyüsün. Özünüzü bir ailə başçısı kimi hiss etdiyiniz zaman evlənin. Hansısa bir hissə qapılaraq evlənməyin. Yəni sevirəm, ölürəm dərdindən, onsuz yaşaya bilmirəm deyil də, mən ailə başçısı olmağa hazıram və hər nə olursa olsun ailəmdə problemlərin birlikdə çözə biləcəyim bir insanla ailə qururam deyin. O zaman münasibətlərin əksəriyyətinin problemləri çözüləcək. Axı hər zaman bəyin anası tərəfindən problem yaranmır. Biraz Bəzən da xanımların da anası tərəfindən problem yarana bilər. Birinci növbədə bayaq fikrimdə idi, bunu deyim sizə. Yataq otağına problem getməməlidir, daşınmamalıdır. Hər nə olursa olsun. Qapıda dava qırğınlığınız belə olsa, yataq odasının o büyüsü pozulmamalıdır. Orada sevgi olmalıdır. Sevgi yaşanmalıdır. Oranın enerjisi var, o otağın enerjisi var. Daha sonra sizin övladınız dünyaya gələcək. Əgər uşaq yoxdursa və yaxud da ki, övladınız varsa nə gözəl. Bununla enerjiniz qidalanır sizin. Hər nə olursa olsun, yataq otağınıza nə olursa olsun, söhbət, kimlənsə dalaşmaq, kiminsə haqqında nəsə söz demək, bunlar keçməməlidir. O ki, qaldı qadınların anasına və qadınlardan tərəfdən baldıza və s. digərlərinə, xanımlarımıza, bayaq bəylərimizə dediyimiz söz xanımlarımıza da aiddir. Xanımlarımız bir insanla evlənirsə, onu özünə yar seçirsə, nə olursa olsun ayaq altına verməməlidir.
Aranızda ola bilər mübahisələriniz olsun, ola bilər problemləriniz olsun, amma bunu üçüncü şəxslər bilməməlidir. Çünki ana, ata, bacı, qardaş bunu unutmur. Sən sevirsən, unudursan. Nə vaxtsa bir-birinizə bəlkə də olmayacaq bir sözləri ifadə etmisiniz bir-birinizə, amma aranızda sevgi enerjisi olduğuna görə siz bunu unudacaqsınız. Sevginiz bir tık daha basacaq, ağır basacaq da belə deyək. Amma bunu ana, ata unutmur. Qızım, bax filan kəs filan vaxtda filan şey demişdi sənə. Amma bəlkə də heç o sənin yadında belə deyil. Ona görə münasibətinizdə nə olursa olsun, üçüncü şəxslər bilməməlidir. Hər şey çox gözəldir, bilməlidir. Nəsə yeni bir şey almaq istəyirsiniz, bunu edin, daha sonra deyin. Məsələn, mən həyatımda beləyəm. Bunu sizə də örnək olaraq deyirəm. Evimi alıram, maşınımı alıram, gözəl sevgimi yaşayıram. Bu mənim özümə aiddir. Sanki bir topdur. O top orada ağırlıq təşkil eləyir. Sən hər dedikcə oradan bir deşik açılır, o enerji yayılır, yayılır, yayılır və əlində olur puf. Ona görə bəzən deyilir ki, nəyi deyirəmsə o quruyur, nəyi deyirəmsə o alınmır. Çünki bu enerjidir. Çünki bu enerjidir. Sən nə qədər onu deşəcəksənsə hər dəfəsində kiməsə deyərək, bu tamamilə yayılacaq. Ona görə xoşbəxtliyini belə yaşayanda, anan belə olursa olsun, fərqi yoxdur. Çox xoşbəxtəm de və keç. Problemlərini belə demə. Münasibətini elə bir ağılda qurmalısan ki, elə bir dərrakədə, elə bir yaş həddində qurmalısan ki, bəzən olur ki, 22 yaş var, 23 yaş var, o qədər gözəl ailə idarə edir. 28-29 yaşındakı ailələr belə yəni onun yanında heç nədir. Çünki bu insanın ağıl, məntiq yaşı daha çoxdur. Və o insan bilir ki, mən səninlə ailə qurmuşamsa, deməli artıq ətrafdakı insanlar üçüncü şəxsdir. Bu bizim anamız belə olur, olsun. Anamızın bir missiyası var həyatımızda. Bizi böyütdü, xarakterimizi yaratdı, yaxşı, pis fərqi yoxdur, yedirdi, içirdi, maddi, mənəvi yanımızda oldu və daha sonra qarşımızdakı insandır bizim həyatımızı paylaşacağımız insan. 19-20 yaşında mən ailədə böyüyürəmsə, bundan 20 il sonranı qarşımdakı insanla keçirdirəm. Ona görə nə olursa olsun, həyatımızda qarşımıza aldığımız insan, yoldaşımız, xanım, bəy fərq etməz. O bizim öncəliyimiz olmalıdır. Mərkəzdə biz ikimizik, daha sonraki insanlar bizim ətrafımızda olan insanlardır. Və son bir sual deyim. Yazıblar ki, ətrafın təzyiqi ilə münasibətdə qalmaq doğrudurmu? Xeyr, sən onu orada hiss etməlisən. Sən əgər bunu hiss edirsənsə, ətraf sənə nə zaman yanında olacaq? Ətrafdakı səslər sükut olanda sənin duyğuların qalxacaq. O duyğuların artıq səni o insanda saxlamayacaq və ya saxlayacaq. Hər ikisində də ola bilər. Sən o sükutun içində duyğun nə zaman sənə səs edirsə, sən onun istiqamətində əvvəl-axır gedəcəksən. Təşəkkürlər Zəhra xanım. Bəs son olaraq ümumiyyətlə cütlüklərə nə məsləhət görərdiniz? Məsləhət deyəndə, daha doğrusu psixoloq məsləhət vermir təbii ki. Hansı reallıqları qeyd etmək istəyərdiniz? Birinci növbədə sən münasibət yaşayırsansa, bunu hazır hiss etməlisən özünü. Hər nə olursa olsun, öz dəyərlərini bilməlisən. Özünü birinci dərk edəndən sonra başqa bir insanın həyatına almalısan. Özündə tam olduğun zaman başqasının da həyatına gəldiyində sən tam olacaqsan. Sən əgər natamamsansa, natamam insanları həyatına çəkəcəksən. Bura qısqanclıq da daxildir, bura özgüvənsizlik də daxildir, bura yerli yersiz davadalaşlar da daxildir. Sən nə zaman natamamsansa, tam olmağın üçün həyat sənə bu dərsləri gətirəcək. Ona görə 21 günlük çalışmaların içərisində bu suallar nə üçün var idi? Biz özümüzü tapmamışkən başqasını tapmaq istəyirik. Başqasını kəşf etmək istəyirik özümüzü kəşf etmədiyimiz anda. Birinci növbədə özümüzü kəşf etməliyik. Nə istəyib, nə istəmədiyimizi dəqiq bilməliyik. Hansı duyğuları yaşamaq istəyib, hansı duyğuları yaşamaq istəmədiyimizi, bu duyğular bizə nəyi gətirir, hansı duyğuları biz nə üçün yaşayırıq və bu keçmişlə bağlı hansı travmalarım var ki, uşaqlıqla bağlı hansı travmalarım var ki, mən bugün bu duyğuları yaşayıram. Bu sualı özünüzə verin. Bunu yazın. Yazdıqca sanki üçüncü bir şəxs bir söz deyirsiniz, qarşınızda bir insan əyləşib,
Ona həmin o duyğularınızı ifadə etməyiniz üçün yazın. Neçə vərəq olursa olsun fərqi yoxdur. Yazdığınız anda oxuduqca onların hər birini artıq sanki yenidən aydınlanacaqsınız. Əslində o hadisənin içində olanda insanın gözü bəzən kör olur. Sevgidən kör olmaq misalı var ki, sevgidən gözüm kör oldu. Bəzən biz münasibətin içərisində yaşadığımız o manipulyasiyanı, yaşadığımız o hissləri o qədər münasibətin içində oluruq ki, onları görmürük. Amma üçüncü şəxs olaraq kənardan baxdığımız zaman, yazıb daha sonra yenidən oxuduğumuz zaman əslində nələri yaşayıb, nələri yaşamadığımızı bilirik. Hər nə olursa olsun, səbəb də, sual da, nəticə də sizin özünüzdə gizlidir. Səbəbini tapmaq istəyirsinizsə özünüzə dönməlisiniz. Sual vermək istəyirsinizsə özünüzdə cavab tapacaqsınız. Nəticəni yaşamaq istəyirsinizsə özünüz özünüzə hazır hiss edəndə bunu yaşayacaqsınız. Yəni hər nə olursa olsun kənardan deyil də sualların cavabını özünüzdə tapdığınız zaman bütün hər bir şeyi həll edəcəksiniz. Nəinki münasibətlərlə bağlı olan problemləri. Bugünlük bu qədər deyək. Bəli. Sabah görüşərik onda. Ümidvaram ki, bu suallar aydınlatıcı bir cavablar oldu. Ümid edirik. Əgər yenə də kimlərinizə sualı varsa, Bəli. qeyd edə bilərlər. Hətta bu 21 gün bitəndən sonra da biz sizin sırf bu suallarınıza əsasən çəkilişlər edəcəyik. Əsas Bəli. sizin suallarınız cavablandırılsın və sizlər üçün yararlansın. Yararlı olsun Əməyimizə daha doğrusu. Əməyimizə də sayğı olaraq kanalımıza abunə olub bəyənməyi unutmayın. Əgər təbii ki, videonu bəyənmisinizsə, videonu bəyənin. Eyni zamanda rəyləriniz də bizim üçün çox önəmlidir ki, biz sizin suallarınıza cavab verə bilirikmi? Daha sonra siz özünüz burada öz problemlərinizə cavab tapa bilirsinizmi? Bunların hər birini bilməyimiz üçün. Bunu bir qrup terapiyasına da bənzədə bilərik. Necə hər kəs hər şeyi danışır, hamı özünə olanı götürür. Bəli. Eyni qaydada burada da ümumi danışırıq. Hər kəs də özünə uyğun olanı götürür. Bu Götürsün. qədər. Sabah görüşənədək. Hələlik. Hələlik.